53-cü sual. İslandiya, Kuba, Böyük Britaniya dövlətlərinə aid oxşar cəhət Atlantik okeanda yerləşirlər. Bəli, hər üçü Atlantik okeanda yerləşir. Bir doğru cavabdır. Daha sonra 2. İnkişaf etmiş ölkələrdirlər. Xeyr, İslandiya və Böyük Britaniya inkişaf etmişdir. Kuba inkişaf etməkdə olan ölkədir. Ona görə 2 səhvdir. 3. Ada dövlətləridir. Bəli, İslandiya, Kuba, Böyük Britaniya eyni adlı adalarda yerləşirlər. 3 doğru. 4. Zəngin geotermal ehtiyatlara malikdir. Geotermal ehtiyatlar İslandiyadadır. Geyzerlər vasitəsilə enerjilərin alınması. 5. Yaxınlıqlarından isti okean cəryanları keçir. Doğru ifadədir. İslandiyada Şimal Atlantik isti cəryanı, Kubada Gulf Stream isti cəryanı, Böyük Britaniyada Norveç isti cəryanı keçir. 6. Tropik əyniklərdə yerləşirlər. Heç bir dənə Kuba tropik əynikdə yerləşir. Digərləri isə mülayim əyniklərə düşür. 54. İtaliya, Türkiyə, Əlcəzair üçün ümumi xüsusiyyətləri müəyyən edilir. Deməli, Aralıq dəniz sahilində yerləşirlər. Bəli, hər üçü Aralıq dənizində çıxır. Unitar dövlətlərdir. Deməli, burada İtaliya unitardır, unitar respublika, Türkiyə unitar respublika, Əlcəzair unitar respublika. 2 də doğrudur. 3. Subtropik meyvəçilik inkişaf etmişdir. Aralıq dənizində subtropik meyvəçilik inkişaf edib, doğrudur. 4. Ərazinin çox hissəsi səhralar tutur. Bu Əlcəzair üçün xarakterikdir. Ona görə olmaz. 5. Əhalisi İslam dininə sitayiş edirlər. İtalyanlar İslam dininə sitayiş eləmir. 6. Təbii ehtiyatlarla zəngindir. Xeyr, təbii ehtiyatlarla kasıbdır. Kənd təsərrüfatından ən çox istifadə edirlər. İtaliyada, Əlcəzairdə. Bir də İtaliyada turizm ehtiyatları da var. Ona görə cavabımız 1, 2, 3-dür. 55. Deməli, Qərbi Avropa və Şərqi Asiya regionlarının oxşar cəhətləri. Əhalinin sıxlığı yüksəkdir. Hər ikisində əhalinin sıxlığı yüksəkdir. Yəni, sıx məskunlaşıb əhali. Düzən, əlverişli iqlim şəraitində olduğuna görə. 2. Sahilləri 2 okean suları əhatə edir. Şərqi Asiyanın sahillərini, deməli, Şərqi Asiyanın sahilləri Sakit okeandır. Qərbi Avropanın sahilləri isə Atlantik və Şimal Buzlu okeandır. Ona görə heç birinə aid olmadı. 3. Maşınqayırma sənayesi yaxşı inkişaf eləmişdi. Yaponiyada da, Qərbi Avropada da maşınqayırma elm yaxşı inkişaf eləyib. Ona görə 3 doğrudur, 2 səhv oldu. 4. Musson iqlimi hakimdir. Musson iqlimi yalnız materiklərin şərqindədir. Qərbi Avropada musson yoxdur, olmaz. 5. Əhalisi Monqoloid irqindən məxsusdur. Şərqi Asiyadan Çin Monqoloiddir, amma Qərbi Avropada Avropoid irqidir. Ona görə yenə səhvdir. 6. Əkinçilikdə taxıl bitkiləri üstün təşkil edir. Taxıl hər yerə üçün əlverişlidir. Əsasən mülayim iqlim qurşağında daha geniş yayılıb. Deməli, cavabımız oldu 1, 3, 6-cı. 56. Cənubi Avropa və Şimali Afrika ölkələrinin fərqli xüsusiyyətləri. Bir-birlərindən fərqlisini istəyir. Aralıq dəniz sahillərində yerləşməsi onların oxşar xüsusiyyətində olmaz. Səhra landşaftı Şimali Afrikaya aiddir. Cənubi Avropada yoxdur. 2-ni götürdük. İnkişaf etmiş ölkələr Cənubi Avropa inkişaf etmişdi, amma Şimali Afrika inkişaf etməkdə olan yenə fərqli xüsusiyyətləri götürdük. 4. Aralıq dənizi iqlim tipində yerləşməsi hər ikisi Aralıq dənizində də olmaz. Aralıq dənizində sitrus meyvəçiliyi inkişaf eləmişdi, ona görə yenə olmaz. Oxşardır. Zəngin neft-qaz ehtiyatları var. Neft-qaz ehtiyatları Şimali Afrikaya aiddir. Avropaya yox. Cavabımız oldu 2, 3, 6. 57. Braziliya, Rusiya və Kanada dövlətləri üçün ümumi olan xüsusiyyətləri müəyyəndir. Zəngin su resurslarına malikdir. Ümumi xüsusiyyəti bizə ümumi olmayan istir deyə götürməliyik. Su ehtiyatla yaxşı təmin olunub bu ölkələr. 2. Çoxsaylı ölkələrlə həmsərhəddir. Kanada ABŞ-la bir dənə sərhəddir. 3. Atlantik okeana birbaşa çıxışları var. Braziliya ilə Kanada Atlantik okeanına birbaşa çıxışı var. Rusiyanın isə birbaşa çıxışı yoxdur. Buna görə biz, daha doğrusu Rusiyanın da bu İskandinaviya yarımadasından çıxış əldə eləyir. Rusiyada olmaz. Oxşar cəhət oldu üçünə. 4. İnkişaf etmiş ölkələrdir. Xeyr, burada bir dənə Kanada inkişaf etmişdir və aid olmayan istir deyə 4-ü götürərəm. Çoxsaylı ölkələrlə həmsərhəddir səhv fikir idi. Bizə də səhv lazım idi. 2-ni də götürürük. 5. Federativ ərazi quruluşuna malikdir. Deməli, Braziliya federativdir, Kanada federativdir, Rusiya federativdir. Oxşar olduğuna görə yeni götürmürük. 6. Əhalinin təbii artımı zəifdir, Braziliyada təbii artım güclüdür. 3-nə aid olmadığına görə götürürük. Cavabımız 2, 4, 6. 58. Deməli, Braziliya, Rusiya və Kanada dövlətləri üçün ümumi olan xüsusiyyətlər. Bütövdə Şimal yarımkürəsində yerləşirlər. Xeyr, ümumi xüsusiyyətlər istəyir bizdən. Braziliya cənub yarımkürəsinə düşür. 2. Monokultur təsərrüfat. Monokultur inkişaf etməkdə olan ölkələrdir. Kanada isə inkişaf etmiş ölkələrdir. Orada polikultur təsərrüfatdır. 3. Ekstremal şəraitə malik ərazilər mövcuddur. Rusiyada, Kanadada və Braziliyada. Braziliyada ekvatorial cəngəlliklərdir. Rusiya ilə Kanada isə soyuq ərazilərdir, qütbyanı əraziləri. Doğrudur ümumi cəhət. 4. Təbii resurslarla zəngindir. Bəli, daş kömür, dəmir filizi,
neft, çox ehtiyatı var bunların. Ona görə təbii resurslarla zəngindir. 5. Yerləşdikləri materiklərin sahəsinə görə ən böyük dövlətlərdir. Cənubi Amerikanın ən böyük dövləti Braziliya, Avrasiyanın ən böyük dövləti Rusiya, Şimali Amerikanın ən böyük dövləti Kanadadır sahəsinə görə. Deməli 5 də doğrudur. 3, 4, 5. 6 çoxsaylı ölkələrlə həmsərhəddir. Səhvdir. Kanada bir dənə ölkə ilə sərhəddir. 59-cu sual. Xəritə sıxımda rəqəmlərə əsasən köçürmə kapitalizm ölkələr. Köçürmə kapitalist ölkələr Avstraliya İttifaqıdır, Kanadadır. Daha sonra Yeni Zelandiya olmalıdır, Car olmalıdır. Burada ərazimizdə olanlar 1 Kanadadır, 1 Kanada, daha sonra 4 Avstraliya, 3'ü görə bilmirəm. 3 bilmədim hardadır. 1, 4. 2, 5, 6 var. 3'ü görə bilmədim. 1, 4. 60. Xəritə sıxımda rəqəmlər əsasən yeni sənəyləşmiş ölkələr müəyyəndir. Yeni sənəyləşmiş ölkələr Cənubi Amerikadan Argentinadır, Uruqvaydır, Çilidir. 4'ü götürərik. Şərqi Asiyadan ölkələrlə Taylandı götürərik. 5'i götürərik və 2'ni Hindistanı götürərik. Yeni sənəyləşmiş ölkələrdir. İnkişaf etməkdə olan ölkələr qrupuna aiddir. 61. Xəritə sıxımda iştiraklarla göstərilən regionlara xas olan ümumi xüsusiyyətlər. Qərbi Avropa ilə Cənubi Asiyanı istəyir və ümumi xüsusiyyət. Urbanizasiya səviyyəsi çox yüksəkdir. Hindistanda urbanizasiya səviyyəsi zəifdir. Ona görə oxşar deyil. 2. Əhalinin təbii artımının birinci tipi xarakterikdir. Hindistanda əhalinin təbii artımının ikinci tipidir. Yenə uyğun deyil. 3. Həyat səviyyəsi yüksəkdir. Hindistanda həyat səviyyəsi aşağıdır. 4. Əhalisi daha sıx olan regionlardır. Bəli, Qərbi Avropada da əhali sıxdır. Cənubi Asiya, Hindistanda da sıxdır. 5. Əhalisi isə Hind-Avropa dil ailəsinə aiddir. Bəli, Qərbi Avropada Roman, German dil qrupları, Baltik dil qrupu, Hindistanda da ki, deməli, Pəncablardır, Hindlilərdir, Hind-Avropa dil ailəsinə aiddir. 6. Qədim məskunlaşma regionlarıdır. Bəli, Qərbi Avropada, Hindistanda, yəni bu Hind-Qanq çaylarının sahili qədim məskunlaşma regionlarıdır. 62. Yüksəklik qurşaqlığının daha aydın müşahidə edildiyi ölkələr deyəndə dağlıq ölkələr götürməliyik. Dağlıq ölkələr İsveçrədir, Alp dağları Çilidir, Ant dağları Himalaydır, Nepal dağları. Cavab 4, 5, 6. 63. Yüksəklik qurşağının demək olar ki, müşahidə edilmədiyi düzənlikləri istəyir. Nepal dağlıq idi, çıxdıq. Çili dağlıq da çıxdıq. Butan dağlıq da çıxdıq. Cavabımız Estoniya, Belarus yerləşir Şərqi Avropa düzənliyində, Niderlandda, Almaniya, Polşa balığında. 64. Verilən əlamətlərin aid olduğu ölkələri müəyyən edin. Monarxiya idarə etmə quruluşuna malikdir deyir. Ada dövlətidir. Ada dövlətidir deyirsə, bunlardan deməli, Brunei, Bəhreyn hamısı ada dövlətidir. Zəngin yanacaq ehtiyatlarına malikdir. Söhbət neft qazdan gedir ki, burada da Malayziyada neft qaz yox, qala ehtiyatları var. Ona görə Malayziya olan variantımız getdi. Yaponiyada da yanacaq ehtiyatı yoxdur. Ona görə getdi cavabımız 2, 3, 5, 6 qaldı. Monarxiya idarə etmə quruluşu deyir deyə İndoneziyanı da çıxarıq. Monarxiya deyil. Cavabımız oldu 2, 5, 6. 65. Verilən əlamətlərin aid olduğu ölkələrin müəyyəni yarımada dövlətidir. Belçika yarımada dövləti deyil. 4 olan çıxdıq. Daha sonra monarxiya idarə etmə quruluşuna malikdir deyirsə İtaliyanı çıxarıq. İtaliya monarxiya idarə etmə quruluşuna malik deyil. Myanma, Tayland, Danimarka, İspaniya. Eyni materikin ərazisində yerləşirlər. Bunların 3'ü də eyni materik, 4 də eyni materikin ərazisindədir. Myanma Hindçin yarımadasındadır. Monarxiya deyil. Ona görə götürmədik. Cavabımız olar 1, 5, 6. 66. Azərbaycan və Çinə aid ümumi əlamətlər. Əsas çayların əksəriyyəti şərq istiqamət axır. Azərbaycanda çaylar şərqə doğru axıb gəlib Xəzərə tökülür. Çində də çaylar şərqə doğru axır, gəlib şərqi Çin dənizinə, cənubi Çin dənizinə tökülürlər, Sarı dənizə tökülürlər. Deməli bu onların ümumi cəhətidir, şərqə doğru axmaları. 1. İki təsərrüfatında bir kiçik əsas yer tutur. Bəli, heyvandarlığı bizlərdə bitkiçilikdir. 3. Şərq hissəsində yay quraq keçən mülayim isti iqlim tipi hakimdir. Azərbaycanın şərq hissəsi yarımsəhra quru çöldür. Olmaz. 4. Elektrik enerjisinin bir hissəsi atom elektrik stansiyalarında istehsal olunur. Azərbaycanda atom elektrik stansiyası fəaliyyət göstərmir. Yenə olmaz. 5. Ən hündür dağlar ölkənin şimal-şərqindədir. Azərbaycanda ən hündür dağlar deməli Bazar düzü zirvəsi şimal hissəyə göstərə bilərik, şimal-şərqə. Amma Çində qərbdədir. Bu Himalay dağları cənub-qərbdədir. Ona görə olmaz. 6. Rusiya ilə quru sərhədinə malikdirlər. Azərbaycanın da Çinin də Rusiya ilə quru sərhədi var. Cavabımız 1, 2, 6.
67. Azərbaycan və Gürcüstan dövlətlərini fərqləndirən cəhətlər. Əsas əhalisi eyni dil ailəsinə aiddir. Xeyr. Azərbaycanlılar Hind-Avropa dil ailəsinə aiddir. Gürcülər isə Kartvel dil ailəsinə aiddir. Fərqləndirən xüsusiyyət olduğuna görə götürürük biri. 2. Paytaxtlar dəniz sahili mövqeyə malikdir. Azərbaycanda dəniz sahili, Gürcüstanda isə dəniz sahili deyil. Yenə fərqləndirdiyinə görə götürürük 2-ni. 3. Çayları qarışıq qidalanır. Bəli, Kür çayı qarışıq qidalanır. 4. Dünya okeanına oxşar olduğuna görə götürməliyik. Dünya okeanına çıxışı var. Azərbaycanın dünya okeanına çıxışı yoxdur, amma Gürcüstanın dünya okeanına birbaşa çıxışı var. 1, 2, 4. 5. Əraziləri faal seismik qurşaqda yerləşir. Gürcüstan da Azərbaycanda faal seismik qurşaqda yerləşir. Alp-Himalay geosignal qurşağı, ona görə götürmürük. 6. Ərazisində beynəlxalq əhəmiyyətli boru kəmərləri keçir. Bəli, keçir. Bakı, Tiflis, Ceyhan, Bakı, Tbilisi, Ərzurum qaz kəməri və s. Oxşar olduğuna görə götürmürük. Cavabımız 1, 2, 4. 68. Malayziya, Tayland, Filippin, İndoneziya ölkələri üçün ümumi olmayan xüsusiyyətlər. Çay, cut, pambıq, şəkər qamışının ən böyük ixracatçılarıdır. Ümumi olmayan deyir deyə götürürük. Cut istehsalı Hindistandadır. Daha sonra digərlərində isə yoxdur. 2. Federativ inzibati ərazi quruluşuna malikdir. Burada federativ inzibati ərazi quruluşuna malik olan Malayziyadır. Digərləri yox. Yenə ümumi deyil deyə götürürük. Dünya okeanına birbaşa çıxışı var. Bu ölkələrin hamısının dünya okeanına birbaşa çıxışı var. Oxşar deyə götürmürük. 4. Əhalisinin sıx məskunlaşdığı regionda yerləşir. Bunlar Cənub-Şərqi Asiya regionudur ki, əhali orada sıx məskunlaşıb. Ümumi olduğuna görə yeni götürmürük. 5. İri neft qaz hasilatçıları və ixracatçılarıdır. Burada bir dənə ixracatçısı olan İndoneziyanı göstərə bilərik. Digərləri yox, hasilatçılar da deyil. Ona görə 5 də ümumi olmadığına görə götürürük. Cavablarda 1, 2, 5. 6. Asiyan ölkələrinə daxil edilən yeni sənayeləşmiş ölkələrdir. Bəli, yeni sənayeləşmiş ölkələr hesab olunurlar. 69. Xətti sıxımda iştiqlənmiş ölkəyə aid olmayan xüsusiyyətləri müəyyən edin. Namibiyadır. Namibiya aid olmayandır. Əhalisi demoqrafik keçidin ikinci mərhələsinə aiddir. Afrikanın əksər ölkələri demişik ki, demoqrafik keçidin ikinci mərhələsindədir. Bu da Afrikaya aid olduğuna görə ikinci mərhələyə aiddir. Doğru olduğuna görə götürmürük. 2. Sahilindən keçən soyuq cərəyan iqlimin daha da kontinentlaşdırır. Bəli, buradan bir dənə Benges soyuq cərəyanı keçir ki, orada Namib səhrasının yaranmasına səbəb olur. İqlimi kontinentallaşdırır, yəni yağıntı düşmür. 2 də doğru fikir deyə götürmürük. 3. Rütubətli tropik iqlim şəraitində, rütubətli deyil, orada quru tropikdir, səhradır. 3 səhv deyə götürdük. 4. Neft və təbii qaz ehtiyatlarına və hasil. Xeyr, Namibiya almaz ehtiyatına görə fərqlənir. Neft qaz yox. 4-də səhvdir və səhv olduğuna görə götürürük. 3, 4. Ərazisi bir işıqlanma qurşağında yerləşir. Görürük ki, tropik xətti kəsir qırıq-qırıq. Tropik xətti kəsirsə, həm tropik işıqlanma qurşağı, həm də mülayim işıqlanma qurşağına düşər. Cavab 3, 4, 5. 70. İran, İtaliya və İspaniya üçün ümumi olmayan cəhətlər. Əhəlinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Bəli, İranlar da, İtalyanlar da, İspanlar da Hind-Avropa dil ailəsinə aiddir. Oxşar deyə götürmürük. 2. Seismik proseslərin fəal olduğu ərazilərdir. Bəli, Alp-Himalay geosignal qurşağına düşürük. Yenə götürmürük. 3. Neft ixrac edən ölkələrdir. Xeyr, İspaniya, İranı çıxsaq heç biri deyil. 4. Federativ inzibati ərazi quruluşuna malikdir. Federativ olan burada İspaniyadır. Hamısına aid deyil deyə götürürük. 4-ü də. 3-lə 4-ü. 5. Kənd təsərrüfatında əsas yeri əkinçilik tutur. İtaliya, İspaniya, Cənubi Avropa ölkələridir. Ona görə əkinçilikdir. Orada əslində heyvandarlıq olmalıdır. Prosto bir dənə orada iqlim əlverişli olduğuna görə əkinçilikdir. Və İranda isə İranda inkişaf etməkdə olan ölkədir. İnkişaf etməkdə olan ölkələrdə normalda əkinçilik üstündür. 5 doğrudur. Deməli, nə götürmüşük? Fəal olduğu ərazilər. Cavabımız 3, 4, doğru olduğuna görə götürmürük. Üzrlü sayın. Doğruları yox, bizə yanlışlar lazımdır. Ona görə 5-i götürmürük. Doğru fikirdir, əkinçilik. 6. Aralıq dənizində birbaşa çıxışlar var. İranın Aralıq dənizində birbaşa çıxışı yoxdur. İtalyan, İspaniyanın var. Ona görə götürürük, səhv oldu ona görə. Cavabımız oldu 3, 4, 6. Səhvləri götürürük. 71. Xəritə sxemdə iştiqlənmiş ölkəyə aid olan əlamətlər. Deməli, xətti sxemdə baxırıq ki, tropik xətti kəsir. Cənubi Amerikada yerləşib, Braziliyadır. Həm ekvator xəttindən, həm də tropik xəttindən kəsişib. Ölkəmiz Braziliya.
Ərazi əsasən platforma üzərində yerləşir. Bəli, Cənubi Amerika platformasında aid olan deyir deyə biri götürürük. Ekvatorial və dəyişkən rütubətli meşələr geniş yayılmışdır. Bəli, burada Amazon ovalığı var. Orada ekvatorial meşələr yayılıb. 2 də doğrudur. 3. Əhalinin cins tərkibinə görə kişilər üstünlüyü təşkil eləyir. Xeyr, qadınlar üstünlüyü təşkil eləyir. Ona görə yeni götürmürük. 4. Şəhər ərazisinin xüsusi çəkisi azdır. Deməli, burada şəhər ərazisinin xüsusi çəkisi çoxdur Braziliyada. Yeni sənayeləşmiş ölkədə həmçinin. Azdır deyir deyə götürmürük. Həmçinin aqlomerasiyalar var. Ən böyük aqlomerasiyalar São Paulo misal üçün göstərə bilərik. 5. Boksit və dəmir filizi hasilatına görə fərqlənir. Bəli, Braziliyada dəmir filizi də hasil olunur, boksit də hasil olunur. Doğru fikirdir. 6. Ərazisində barxan və düyünlərə rastlanır. Səhra yoxdur, ərazisində olmaz. Barxan düyün səhraya aiddir. 1, 2, 5. 72. Uyğunluğu müəyyəndir. Hindistan, Pakistan Federativ Respublika hesab olunurlar. Doğru fikirdir. Federativdir və respublikadır. 2. Norveç, Polşa unitar monarxiyadır. Polşa monarxiya deyil deyə səhvdir. 3. Qazaxıstan, Braziliya Federativ Respublikadır. Qazaxıstan Federativ deyil, unitardır. Yenə səhvdir. 2 ilə 3. 4. Yaponiya, İndoneziya Federativ Respublikadır. Yaponiya monarxiyadır. Yenə səhvdir. 5. Macaristan, Əfqanistan materik daxili ölkələrdir. Bəli, dünya okeana çıxışı yoxdur. 6. Rusiya, Nigeriya millietnik əsasında federativ ölkələrdir. Bəli, doğrudur. Hindistan da həmçinin. 73. Xəritə sıxımda rəqəmlərlə verilən ölkələr üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, əhalinin təzələnməsi ikinci tipinə aiddir. Rəqəmlərlə verdiyimiz ölkələr, deməli, buradan olacaq Özbəkistan, Hindistan və Myanma ölkələri. Bunlar hamısı inkişaf etməkdə olan ölkələrdir. Əhalinin təzələnməsinin ikinci tipinə aiddir. Buna görə də, yəni təbii artım yüksəkdir. 2. Eyni dil qrupuna mənsubdular. Xeyr, eyni dil qrupu deyil. Bir yazdığımız yer Altay dil ailəsinə aiddir. Digəri isə 2 ilə 3 isə Hind-Avropa dil ailəsi. Ona görə olmaz. 3. Ərazilərin bir hissəsi tropik iqlim qurşağında yerləşir. Bir yazdığımız yer tamamilə mülayim iqlim qurşağıdır. Ona görə olmaz. 4. Emiqrasiya üstünlüyü təşkil edir. Bəli, inkişaf etməkdə olan ölkələrdə ölkədə həyat səviyyəsi aşağı olduğuna görə əhali kənara miqrasiya edir, inkişaf etmiş ölkələrə. Doğru fikirdir. 5. İntensiv kənd təsərrüfatı inkişaf etmişdir. Bu da intensiv kənd təsərrüfatı bir yazılan yer Özbəkistanda deməli 2 ilə 3-də kənd təsərrüfatını göstərə bilərik. 1 üçün isə kənd təsərrüfatı xarakterik deyil, intensiv ezdə forması. İntensiv inkişaf etmiş ölkələr üçün xarakterikdir. Elə bu sözə görə heç birinə uyğun deyil. 6. Yağıntılar il ərzində qeyri-bərabər paylanır. Deməli, yağıntılar il ərzində qeyri-bərabər paylanır, yəni mövsümi dəyişkənlik var. 2 ilə 3 ekvatorial iqlim qurşağıdır, yayda yağıntı çoxdur, qışda azdır. Bir də mülayim iqlim qurşağında yerləşir, bir hissəsi subtropikə düşür. Buna görə də yağıntılar il ərzində qeyri-bərabər paylanır. Cavabımız 1, 4, 6. 74. Ukrayna Respublikasına xas olan əlamətlər. Qara torpaqlar geniş yayılıb, bəli. Ukraynada qara torpaqlarının zənginliyi çöl zonası olduğuna görə. 2. Şərq sərhəddi dağlıq ərazidən keçir. Ukrayna Ural dağlarına söykənmir, Rusiya söykənir. Ona görə olmaz. 3. Qara dənizə söykənir Ukrayna şərq sərhəddə. 3. Zəngin daş kömür və dəmir filizi ehtiyatlarına malikdir. Bəli, Ukraynada Donetsk, Kuzbas kimi daş kömür yataqları, dəmir filizi ehtiyatları var. 3 doğrudur. 4. Şimaldan Rusiya Federasiyası və Estoniya ilə həmsərhəddir. Estoniya ilə sərhəd deyil. Ona görə 4 səhvdir. 5. Taxıl və kartof istasiyona görə, bəli, çöl zonasında Şimali Amerika, Avrasiyada prairie adlanır və burada taxıl və kartof istasiyona görə dünyada fərqlənir Ukrayna. 6. Podzo və çimli podzol torpaqları bu iğne yarpaqlı meşələrdir. Ukraynada isə çöl zonası da olmaz. 1, 3, 5. 75. Xəritə sxemə əsasən intensiv heyvandarlığa malik olan ölkələr qrupu müəyyəndir. Heyvandarlıq əsasən inkişaf etmiş ölkələr üçün və dağlıq ölkələr üçün xarakterikdir. Burada da inkişaf etmiş ölkələrdən biri götürərik. Daha sonra inkişaf etmiş ölkələrdən 6 Kanadanı götürərik və Yeni Zelandiyanı götürərik. Bunlar da intensiv heyvandarlıq üstündür. 2, 5, 4 düzənli ərazilərə düşdüyünə görə orada ikincilikdir. 76. Xəritə sxeməsindən respublika idarəetmə formasına malik olan ölkələri seçin. İdarəetmə formasına görə ölkələr respublika və yaxud monarxiya bölünür. Bizdən də respublikanı istəyir. Səudiyyə Ərəbistan bilirik ki, monarxiyadır. Ona görə götürməliyik. Oman bilirik monarxiyadır. Ona görə götürməliyik. Birləşmiş Ərəb Əmirlikləri monarxiyadır. Ona görə götürməliyik. Cavabımız olar 1. Türkiyə,
3 Yemen, 6 İsrail. E, Daha sonra risk idarə formasına malik olan ölkələr. 4 ilə 8-ə baxsaq, Əfqanistan və Pakistan. 4-də, 8-də unitardır. Cavabımız olar 1, 3, 6, 4, 8. Daha sonra 6 İordaniyadır, üzürlü sayın. İordaniya monarxiya ölkəsidir. Ona görə 6-nı çıxarıq. Cavabımız olar 1, 3, 4, 8. 77. Böyük Britaniyaya aid olmayan xüsusiyyətlər. Aid olmayanlar deyirsə, aid olanları çıxmalıyıq. Qışı mülayim, yayı sərin keçir. Bəli, mülayim dəniz iqlim tipidir. Ona görə bu şəkildə keçir. Doğrudur. Qışı soyuq, yayı isti və quru keçir. Səhvdir. Ona görə 2-ni götürürük. 3. Federativ monarxiyadır. Böyük Britaniya federativ deyil. Ona görə 3'ü götürürük. Səhv olduğuna görə. 4. 3 yarım kürədə yerləşir. Böyük Britaniya Greenwich xəttindən kəsişir deyə 3 yarım kürədə yerləşir. Doğru deyə götürmürük. 5. Neft, təbii qaz ehtiyatı. Bəli, şimal dənizdən neft qaz çıxarılır. Doğrudur, götürmürük. 6. Soyuq cəryan təsirinə məruz qalır. Xeyr, isti okean cəryanı təsirinə məruz qalır. Ona görə götürürük səhv olduğuna görə. 78. Braziliya, İsveçrə, İslandiya. Dəniz təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. Braziliya, İsveçrə, İslandiya. Dəniz təsərrüfatı əsasını təşkil edir. Bu aid olar İslandiya. Çünki İslandiya ada mövqeyi var. Ona görə orada balıqçılıq daha yüksək inkişaf etdirilib. B. Böyük ərazi və zəngin təbii ehtiyatlar iqtisadi inkişafın əsasını təşkil edir. Bu inkişaf etməkdə olan ölkələr qrupunun əsas qrupuna aid olan Braziliyaya aiddir. 1B. Yarımada mövqeyində yerləşir. Yarımadada yerləşməsi bunların heç bir yarımadada yerləşmir. Braziliya materikdədir, İsveçrə materik daxilidir, İslandiya adada yerləşir. Ona görə C-ni heç birini götürmürük. D. Dünya okeanına birbaşa çıxışı yoxdur. İsveçrənin dünya okeanına birbaşa çıxışı yoxdur. İkinciyə D. Y. Əhali təbiətinin ikinci tipinə aiddir. İnkişaf etməkdə olan ölkələrə aiddir. Ona görə birinciyə Y. Cavabımız 1-ə B, Y, 2-yə D, 3-ə A. 79. Uyğunluğu müəyyən edin. Yaponiya, Fransa, İtaliya. İnzibati ərazi quruluşuna görə federativ ölkədir. Yaponiya unitar və federativ olur. Yaponiya deməli unitardır. Sonra Fransa federativ ölkədir. İnzibati ərazi quruluşuna görə Fransa, yox, bunlar Fransada unitardır, İtaliyada unitardır. Bu heç birinə aid olmayacaq. Unitar olduqlarına görə üçü də. A variantı heç birinə aid olmayacaq. B-də konstitusiyalı monarx idarəetmə formasına malik olan Yaponiyadır. Konstitusiyalı 1-ə B. C. Materik və okean litosfer havaların toqquşma zonasında yerləşir. Yəni konvergens zonada yerləşməsindən söhbət gedir. Materik və okean tipli dediyinə görə bu da Yaponiyaya aid olacaq. Sakit okean havası ilə Avrasiya havasının toqquşma zonasıdır. 1-ə B, C. D. Yerləşdiyi regionda sahəsinə görə ən böyük ölkədir. Yerləşdiyi region Orta Avropada Fransanı götürürük. Yerləşdiyi regionun ən böyük ölkəsidir Orta Avropanın. 2-yə D. Və Y ərazisi daxilində teokratik monarxiya. Teokratik monarxiya olan dövlətimiz İtaliyadır. Bundan başqa Səudiyyə Ərəbistanında var. 1-ə B, C, 2-yə D, 3-ə Y. A variantı heç birinə aid olmadı. 80. Respublika və monarxiya olaraq qruplaşdırmalıyıq. Monarxiya aiddir. B. Mərakeş, Esvatini, C. Respublikaya aiddir. Misir, A, Nigeriya, D və Əlcəzair, Y. A, D, Y-də aid olduğu respublikaya. 81. Çar, Avstraliya, Niderland, Danimarka və İspaniya və Portuqaliya üçün xüsusiyyətlər. Urbanizasiya səviyyəsi yerləşdiyi region digər ölkələrin nisbətən aşağıdır. İspaniya və Portuqaliya orta inkişaf səviyyəsinə malik olan ölkələrdir. Urbanizasiya səviyyəsində. Ona görə aid olacaq 3-cüyə A. B. Zəngin mineral xammal ehtiyatlarına malikdir. Carla Avstraliya. Demək olar ki, bütün ehtiyatlar var orada. Birinci aiddir B. C. Monarxiya idarəetmə quruluşuna malik. Monarxiya dövlətləridir. 2 olacaq. C. Niderland və Danimarka monarxiyadır. D. Mülayim dəniz iqlim tipində yerləşir. Danimarka və Niderlandın bir hissəsi. Düşəcək 2-yə D. Y. Köçürmə kapitalizm ölkələridir. Köçürmə kapitalizm Avstraliya və Cardır. Bundan başqa Yeni Zelandiya var, İsrail var, Kanada var. Bunlar da köçürmə kapitalist ölkələrdir. 1-ə B. 1-ə B. Nəysə yazın. 1-ə B, Y. 2-yə C, D. 3-ə A. 82. Qeyd olunan tarixi coğrafi xüsusiyyətlərə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Şərqi Avropa, Cənub-Qərbi Asiya və Cənubi Avropa. Deməli,
Şərabçılıq aparıcı sahədə Cənubi Avropada İtaliyanın ərazisi 3-ə A. Mərakeş və İsrail dövlətləri bu regionda yerləşir. Mərakeş və İsrail dövlətləri. Mərakeş Afrikada, Şimali Afrika. İsrail Cənub-Qərbi Asiya. Ona görə heç birinə uyğun gəlmədi. C. Yanacaq ehtiyatları ilə zəif təmin olunmuş regiondur. Şərqi Avropada yanacaq ehtiyatları var. Şərqi Avropada yanacaq ehtiyatları var, neft ehtiyatları, qaz ehtiyatları. Cənub-Qərbi Asiya neft, qaz ehtiyatları ilə zəngindir Ərəbistan yarımadası, amma Cənubi Avropada yoxdur. Ona görə A, C aid oldu 3-cüyə. D. Ölkələrin əksəriyyəti yaxın zamana qədər sosial söykələr sisteminə daxil idi. Sosial söykələr Şərqi Avropa ölkələridir. Rusiyadan ayrıldılar və sosializm sistemi dağıldı. 1-ə D. Y zəngin neft qaz ehtiyatlarına malikdir. Cənub-Qərbi Asiya, Ərəbistan yarımadası ölkələri zəngin neft qaz ehtiyatlarına malikdir. Cavab D, Y, A, C, B heç birinə olmadı. 83. Car, Rusiya, Hindistana aid xüsusiyyətlər. Yapon dənizi sahilində bu dövlətin şəhərləri var. Yapon dənizi sahilinə düşür Rusiyanın şəhərləri. Yapon dənizi biraz yuxarıda olduğuna görə Saxalin adası ilə olan hissəsinə. 2-yə A. B. Sahilləri yalnız 2 okean suları yuyur. Carın sahillərini yuyur Atlantik və Hind okeanları. Rusiyada 3 okeandır, Hindistanda 1 okeandır. Ona görə 2 okean aid oldu Cara. D. Kənd təsərrüfatında çalışanlara xüsusi çəkisi daha çoxdur. İnkişaf etməkdə olan ölkələrdə çoxdur və Hindistanda daha çoxdur. Əkinçilikdə əl əməyinə daha geniş istifadə olunur. Bu həm adət ənənə ilə bağlıdır. Y. Ümumdaxili məhsul adam başına düşən həcmi daha aşağıdır. Əhalinin sayı çox olduğuna görə bu da Hindistana aiddir. Deməli, cavabımız oldu 1-ə B, 2-yə A, 3-ə D, Y. C-ni oxumadıq. Təbii qaz ixracatına görə lider ölkədir. Təbii qaz ixracatına görə Rusiya liderdir. 2-yə A, C oldu. Bu testimizdə bu qədər.